yoldakı, bak burada biraz solğundur. Fikir verdim, burada qoşa xət var idi. Burada sarı rəngdə idi. Diqqətlə edin, bax yenə də var. Bax başlayır yenə bax. Bu qoşa xət əsassız çəkilib bura. Birincisi qoşa xət, yəni 1.3 üfüqli nişanlanma xətti əks istiqamətin nəqliyyat axınlarını ayırmaq üçün çəkilməli. Görürsən burada bütün axın gedir. İkincisi burada belə deyək də sarı rəngdə olmalı deyil, ağ rəngdə olmalıdır bu nişanlanma xətti. Və indi bax görürsən oradan ağ qırıq xəttlər qoyublar ki, bu nişanlanma xəttini silmək üçün və yaxud qüvvəsini silsin deyəmi. Amma yenə deyirəm, bu nişanlanma xətti yanlış çəkilib. Ən az 4 saat yolda çəkilməlidir və əks istiqamətin nəqliyyat axınlarını ayırmaq üçün çəkilməlidir. Və eyni zamanda sarı rəngdə olmalı deyil. Əhmədlidən Üzü Hövsana gedən istiqamətdir. Bax bu istiqamət. Bax burada bu qanuna uyğunsuz aradan qaldırılmalıdır. Çünki qaydalara uyğun deyil. Tələsmə, nişanlara diqqət elə. Bax bu nişanı görürsən xəbərdarlıq nişanı. Sənə bildirir ki, sərt döngə var qarşıda. Bu nişan isə bütün məhdudiyyətlərin aradan qaldırılması deməkdir. Görürsən, ağ fonlu olan nişan idi. Sağa doğru, sağını yandır. Qaz vermə, dönəcəksən axı. Çox qaz vermə. Ay, sağ ol. Gəl. Biraz da git qarşıya, biraz da qaz ver, cüzi qaz ver. Ay, sağ ol. Tam dayanmaq da olmaz, tam öldürmək də olmaz sürətini. Bax, belə sərt döngələr yüksək sürətdən döngəyə girmək də olmaz. Oldu? Bax, sağına yol ver nişanı var. Diqqətli ol, solundan maşın gəlsə, traytor kəsərsə yol verirsən. Artır sürətini, artır. Sol dönüşünü yandır. Bax, bir maşın yoxsa bir zola sola kesin. Əlaqası. Bu isə bir tərəf yol nişanıdır.